Şir. Bugün sizin üçün müəyyən sınaqlarla başlaya bilər və ilk növbədə emosiyalarınızı nəzarətdə saxlamaq əsas vəzifəniz olacaq. Günün ilk yarısında vəziyyət bir qədər qeyri-müəyyən və dəyişkən görünə bilər, bu isə sizi tələsik qərarlar verməyə sövq edə bilər. Lakin unutmayın ki, düşünülməmiş addımlar sonradan xoşagəlməz nəticələr doğura bilər. Ona görə də hər hansı mühüm qərar qəbul etməzdən əvvəl vəziyyəti diqqətlə analiz etmək və bir qədər gözləmək daha doğru olacaq. Bu vaxt ərzində mübahisəli situasiyalarla qarşılaşmaq ehtimalı yüksəkdir. Siz öz mövqeyinizi müdafiə etmək məcburiyyətində qala bilərsiniz və bu, tamamilə haqlı olsa da, təqdimat forması çox önəmlidir. Sözlərinizi seçərkən diqqətli olun, çünki kəskin və emosional ifadələr qarşı tərəfi incidə və vəziyyəti daha da gərginləşdirə bilər. Ən yaxşı nəticəni sakit, məntiqli və hörmətli ünsiyyət yolu ilə əldə edə bilərsiniz. Şəxsi məsələləri iş müzakirələrinə qatmaqdan çəkinin və söhbətin münaqişəyə çevrilməsinə imkan verməyin. İş mühitində diqqət və səbr tələb olunur. Bəzi gecikmələr və ya gözlənilməz dəyişikliklər planlarınızı poza bilər. Lakin siz çevik yanaşma göstərsəniz, bu çətinlikləri minimum itki ilə aradan qaldıra bilərsiniz. Günün ilk hissəsində riskli addımlardan uzaq durmaq və daha çox müşahidə mövqeyində qalmaq faydalı olacaq. Günün ikinci yarısından etibarən vəziyyət nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. Gərginlik tədricən azalacaq, hadisələr daha aydın və idarə olunan hala gələcək. Siz özünüzü daha rahat, daha inamlı hiss edəcəksiniz və səhər yaşanan narahatlıqlar arxa planda qalacaq. Bu vaxt daha əvvəl çətin görünən məsələlərə də asan həll yolları tapa bilərsiniz. Xoş sürprizlər və gözlənilməz yaxşı xəbərlər gününüzü daha da işıqlandıra bilər. Bu, həm iş, həm də şəxsi həyatla bağlı ola bilər. Ətrafınızdakı insanların dəstəyi və diqqəti sizi sevindirəcək, münasibətlərdə istilik və yaxınlıq hiss olunacaq. Yeni tanışlıqlar və maraqlı görüşlər də mümkündür. Maliyyə baxımından günün ikinci yarısı daha əlverişlidir. Kiçik qazanc imkanları və ya sərfəli təkliflər diqqətinizi çəkə bilər. Əgər səhər ehtiyatlı davranmısınızsa, axşam saatlarında daha sərbəst qərarlar verə bilərsiniz. Günün sonunda özünüzü daha sakit, balanslı və məmnun hiss edəcəksiniz. Bugün sizə vacib bir dərs verir. Emosiyalara nəzarət etdikdə və səbr göstərdikdə ən gərgin vəziyyətlər belə sizin xeyrinizə dəyişə bilər.